Salam dəyərli dostlar, yaşıl üzlü testdən əvəzlik bölməsindəki testlərin izahı ilə davam edirəm. Testlərin davamlı olmasını istəyirsinizsə, kanalıma abunə olub və daha çox müdavimli abituriyentin yararlanması üçün videonu bəyənib rəy bildirib paylaşmağı unutmayın. Biraz motivasiya olaq müəllimlərə də. Baxaq birinci suala. O əvəzliyin xüsusiyyətlərini nəzərə alıb cədvələ əsasən doğru cavabı müəyyənləşdirməliyik. Deməli, o əvəzliyi ondan sonra fikrə münasibət bildirən söz işlənərsə şəxs əvəzliyidir. Bir doğrudur. Əgər ondan sonra o məncə bizə gəldi. Burada o şəxs əvəzliyi olacaq. Yəni modal söz gələrsə ondan sonra şəxs əvəzliyi olacaqdır. 2-yə baxırıq. Formaca dəyişərsə şəxs əvəzliyi olacaqdır. Bəli. Deməli, şəxs o əvəzliyi formaca dəyişərsə, yəni qrammatik şəkildə qəbul eləyərsə, şəxs əvəzliyi roluna iştirak eləyəcəkdir. Məsələn, deyirik, onu, onda, ondan, burada ismi sualına cavab verir, ismi sualına cavab verəndə şəxs əvəzliyi olur. 2 doğrudur. 3-ə baxırıq. Əlamət bildirən sözlərlə eyni suala cavab verərsə, yəni necə nəcür suallarına cavab versə şəxs əvəzliyi ola bilməz. Ona görə 3 yanlışdır. İndi burada artıq işarə əvəzliyini tapmalıyıq. O əvəzliyi cümlədə isimləşən sözləri izah edirsə, doğrudur. Məsələn, deyirsən ki, o qoca, hansı qoca işarə əvəzliyi olacaqdır. Ona görə 4 doğrudur. Cümlədə haqqında danışılan şəxsi bildirərsə, işarə əvəzliyi olmur. Özündən sonra, yəni mübtədə olarsa o əvəzliyi cümlədə işarə əvəzliyi ola bilməz. Özündən sonra vergül qoyulursa, yenə də işarə əvəzliyi olmur. Testin doğru cavabı 1, 2, 4 B bəndidir. Hansı cümlədə işarə əvəzindən sonra vergülün qoyulması düzgündür? A variantında dindirəndə canın alar o nazla, ondan sonra deməli nazla sözü gəlib, yəni əsas nikisəsi gəlibdir, zərf gəlibdir. Amma vergül qoyulubdur. Bu fikir, ondan sonra vergülün qoyulması doğrudur. Amma bizdə burada işarə əvəzliyindən sonra vergülün qoyulmasını istədiyi üçün ondan sonra da vergül qoyulanda o şəxs əvəzliyi olur. Ona görə A variantını doğru cavab kimi götürə bilmərik. Yenə də o'dan sonra əsasən modal söz gəlib. Burada o vergülün qoyulması doğrudur. Amma bu işarə əvəzliyi yox, şəxs əvəzliyidir. Bu pulların hamısını toplayıb sənə kitab almışdı. Almışdı. Kim bu? Pul ismi gəldiyi üçün vergülün qoyulması doğrudur və C variantındakı bu işarə əvəzliyidir. O ki qaldı. Burada o'dan sonra vergülün qoyulması doğru deyil. Şəxs əvəzliyi gəldiyi üçün buradan sonra vergülün qoyulması doğru deyil. 3-cü testlə davam edirik. Cədvələ əsasən doğru variantı müəyyənləşdirin. Sual əvəzliyi digər əvəzliklərdən fərqli olaraq əvəzliyin bütün məna növlərini əvəz edə bilmir. 1 yanlışdır, doğrunun altından götürülə bilməz. Əvəzliyin məna növlərini sual əvəzliyi əvəz edə bilir. Belə əvəzliyi cümlədə bu qayda, bu cür, bu tərzdə sözlərlə əvəz oluna bilər. Deməli, bu fikir doğrudur. Belə danışdı, bu qaydada, bu cür, bu tərzdə danışdı. Kimsə əvəzliyi vurğuya görə həm qeyri-müəyyən, həm də inkar əvəzliyi kimi düşünülə bilər. 3 yanlışdır. Çünki orta məktəb qrammatikasında inkar əvəzliyi deyilən bir əvəzlik yoxdur. Kimsə əvəzliyi inkar məzmunu ifadə edəndə belə qeyri-müəyyən əvəzlik kimi, inkar məzmunu bildirən qeyri-müəyyən əvəzlik kimi deməli ifadə olunur. Ona görə 3 yanlışdır. Elə bəzi əvəzlikləri formaca dəyişməzsə ismi əvəz edə bilməz. Elə bəzi əvəzlikləri ismi əvəz etməsi üçün mütləq mənsubiyyətə görə dəyişməlidir. Bu fikir doğrudur. Yanlışın altından götürülə bilməz. 2, 3 D bəndi testinin doğru cavabıdır. 4-cü sualdan davam edirik. Nümunənin təhlili ilə bağlı yanlış cavabı müəyyənləşdirin. Sən ki bu qaydada belə gözəlsən, yoxdur gözəllikdə sənə tay gözəl. Nümunədə əvəzliyin yalnız 2 növü işlənibdir. Sən, bu, belə. Bu sənə, yəni şəxs əvəzliyi və işarə əvəzliyi var. Ona görə A variantı doğrudur. Altına xətt çəkilmiş söz məhdudlaşdırıcı ədad olsa, işarə əvəzi ilə amonimlik təşkil eləyər. Altına xətt çəkilmiş əvəzlik burada belə əvəzliyidir. Belə sözdür. O məhdudlaşdırıcı ədad kimi işlənə bilmir. Belə qüvvətləndirici ədad kimi işlənir. Burada deyir, altına xətt çəkilmiş söz məhdudlaşdırıcı ədad olarsa,
Bu məhdudlaşdırıcı ədəd ola bilmir. Ona görə B variantı yanlış olacaqdır. Şəxs əvəzliyi müstəqil cümlə üzvüdür. Sən ki bu qaydada gözəlsən, kimsən? Yoxdur gözəllikdə sənə ta gözəl. Deməli, yoxdur gözəllikdə sənə ta gözəl. Burada sən mübtəda, sənə də tamamlıq kimi işlənəcəkdir. Ona görə şəxs əvəzli müstəqil cümlə üzvüdür. Burada C variantı da doğrudur. Bunca sözü ilə əvəz oluna bilən əvəzlik də işlənibdir. Sən ki bu qaydada bunca gözəlsən, bu qədər gözəlsən. D variantı da doğrudur. Əvəzlərin hamısı aid olduğu sözlərə qrammatik cəhətdən əlaqəyə giribdir. Sən burada gözəlsən sözünə, yenə belə gözəlsən sözünə, yəni aid olduğu cümlə hamısı cümlə üzvü olduğu üçün aid olduğu sözlə qrammatik cəhətdən əlaqəyə girib. Bu fikir doğrudur. Bütün hallarda testin doğru cavabı B bəndi olacaqdır. Cədvələ əsasən doğru cavabı müəyyən edin. Maraqlı testlərdəndir. Doğrunun altından doğru, yanlışın altından yanlış. Bu hissədə isə A-ya əsasən doğru, B-yə əsasən yanlış cavabı müəyyən etməliyik. Baxıb gördüm ki, cümlə borçlarım üstündən öz xətti ilə qələm çəkmişdi. Vaqif kimsə ki bizdən deməli yaşına, yəqin bil ki bizdə olmaz aşına. Deməli, nümunədə formaca dəyişməyən əvəzliklər işlənibdir. Cümlə işlənibdir. Baxdım, gördüm ki, cümlə borçlarının üstünə öz xətti ilə qələm çəkmişdi. Deməli, formaca dəyişməyən əvəzliklər işlənibdir. Bu fikir doğrudur. Çünki bu cümlə sözü bir də öz əvəzliyi, ikisi də əvəzlikdir və formaca dəyişməyibdir bu əvəzliklər. Ona görə biri biz doğru cavab kimi götürürük. 2-yə baxırıq. Özündən sonra həmişə mənsubiyə şəkil keçiri isim tələb edən əvəzlik işlənibdir. Burada öz əvəzliyi özündən sonra mənsubiyə şəkil keçiri söz tələb edir, amma isim tələb eləmir. Öz kitabım ola bilər, öz gəncliyim ola bilər, öz deməli birinciliyim ola bilər, öz birincim ola bilər. Ona görə yəni özündən sonra mənsubiyə şəkildə söz tələb eləyir fikri doğrudur, amma isim tələb eləyir yanlış olacaqdır. İkini doğru cavab kimi götürmürük. Əvəzliklərdən ikisi qrammatik şəkilçi qəbul edib formaca dəyişibdir. Vaqif kimsə ki bizdən yaşına, yəqin bil ki bizlə olmaz aşina. Burada bizlə sözündəki lalə qoşmadır, şəkilçi deyil. Burada deyir əvəzlərinə ikisi qrammatik şəkilçi qəbul edib formaca dəyişib. Bizdən sözü dəyişib, amma bizlə sözündəki lalə qrammatik şəkilçi deyil. Ona görə 3 yanlışdır, yanlışın altından doğrudur. Həm düzəltmə, həm də sadə əvəzlər yalnız ismi əvəz eləyibdir. Kimsə sözü də bizdən də bizlə də. 3-ü də burada isim əvəz etdiyi üçün 4-ü doğru cavab kimi götürə bilmərik. Əvəzliyin mənac yalnız bir növü işlənibdir. Cümlə öz burada təyin əvəzlikdir. İkincidə isə kimsə bizdən həm qeyri-müəyyən əvəzlik işlənib, həm də sual əvəzliyi, daha doğrusu şəxs əvəzliyi işlənibdir. Bu fikir A-ya görə doğrudur. Burada əvəzliyin bir məna növü işlənibdir. B-yə görə yanlışdır. Bizdə də ortada A-ya görə doğru, B-yə görə yanlış cavab istədiyi üçün 5 də doğrudur. Əvəzlərdən ikinci dərəcə özlərinin ifadə vasitəsidir. Bu hər ikisinə aiddir. Qələm çəkdi borçların üstünə. Hansı borçların? Cümlə borçların. Deməli, kimsə bizdən yaşına, burada da bizdən tamamlıq mövqeyinə çıxış edə bilər. Hər ikisinə aid doğru olduğu üçün 6-nı götürə bilmərik. 1, 3, 5 C bəndi testinin doğru cavabıdır. Nümunə ilə bağlı doğru fikri müəyyən eləyin. Sən varlığın eynisisən. Buna sözün varmı? Söz mü var? Var. Ürəyisən, beynisən. Buna söz mü var? Deməli, burada bizdən doğru fikri istəyir. Oxşar sözün sinonim işlənibdir. Eyni sözü əvəzlik, oxşar sözü sifət olduğu üçün bunlar sinonimlərdə eyni hissəsinə aid olduğu üçün burada oxşar sözün sinonim ola bilməz. Əvəzliklər ancaq mübtəda və tamamlığın sualına cavab verib. Eynisisən kimsən? Burada mübtədanın eynisisən, burada xəbərin də sualına cavab verən. Deməli, yenə cümlədə xəbər mövqeyində iştirak edən əvəzlik də olduğu üçün varlığın eynisi. Deməli, ona görə B variantını doğru götürə bilmərik. Yəni, burada düzdür, ayrıqda suala cavab vermir, amma burada deyir, əvəzliklər ancaq mübtəda və tamamlığın sualına cavab verir. Söz birləşməsinin daxilində olan əvəzlik də var. Əvəzliklər sözüm var, həm də var, nə var sözüm, nə qədər sözüm, bunca sözüm.
Sonra buna sözüm var deyək. Kimə? Burada tamamlığın sualına cavab verdi. Yenə də burada tamamlı, amma burada eyni sözü söz birləşməsinin tərəfi olduğu üçün olmayacaqdır. Əvəzlərin hər biri müstəqil cümlə üzvüdür. C də yanlışdır. Eyni müstəqil cümlə üzvü deyil. Əvəzlərdən ikisi qrammatik şəkilçi qəbul edir, formaca dəyişibdir. Buna eyni. Üçü də qəbul etdiyi üçün D bəndə səhvdir. Əvəzin 3 fərqli məna növü işlənib, hamısı isim əvəz edibdir. Sən, eyni, bu, deməli burada həm təyin əvəzlik var, həm şəxs əvəzliyi, həm də işarə əvəzlikləri var. Hamısı da isim əvəz eləyir. E variantı doğrudur. Mən o saat qalxıb orada nəyin baş verdiyini soruşdum. Elə idi, belə idi, necə idi, bilmədik. Cümləsi ilə bağlı doğru fikri müəyyənləşdirin. Əvəzin 4 fərqli məna növü işlənibdir. Deməli, mən, burada o saat zərfdir, qalxıb orada nəyin sual əvəzi baş verdiyini soruşdum. Elə idi, belə idi, necə idi, bilmədik. Burada 3 məna növü var. Deməli, sual əvəzliyi, işarə əvəzliyi və şəxs əvəzliyi. Ona görə A bəndi səhvdir. Birinci cümlədə işarə əvəzliyi sifəti, ikinci cümlədə zərfi əvəz edibdir. Elə idi, belə idi. Burada zərfi əvəz etməyib. Ona görə B bəndi səhvdir. Həm də birinci cümlədə işarə əvəzliyi yoxdur. İsmi əvəz edən əvəzlik əvəzin eyni məna növünə aiddir. Mən o saat qalxıb orada nəyin baş verdiyini bilmədim. Deməli, burada mən şəxs əvəzliyidir, nəyin isə sual əvəzliyidir. Əvəzin eyni məna növünə aiddir fikri yanlışdır. İşarə əvəzlərini yalnız biri yerli hal şəkilçisi qəbul edibdir. Burada yerli hal şəkilçisi qəbul edən işarə əvəzliyi yoxdur. Ona görə D bəndi getdi. Sonra orada sözü orada zərfdir. E-yə baxaq. Nümunədə həm qrammatik, həm də leksik amonim təşkil edən əvəzlik işlənibdir. Elə əvəzliyi əvəzlik və ədat kimi amonimdir. Nə əvəzliyi həm əvəzlik, həm ədat, həm də bağlayıcı kimi amonimdir. Nə də inkar bağlayıcısı var. Sonra elə əvəzliyi, deməli, eləmək feili ilə elə əvəzliyi kimi də leksik amonimliyə malikdir. Belə də yenə də ədat və əvəzlik kimi amonimdir. Necə də həm ədat, həm də əvəzlik kimi amonimdir. Deməli, burada həm leksik, həm də qrammatik amonimli təşkil edən əvəzlik işlənibdir. Elə həm leksik, həm qrammatik, necə, nə isə həm yalnız qrammatik amonimli təşkil etmiş olacaq. Ona görə testin doğru cavabı E bəndidir. Nümunədəki əvəzlərlə bağlı yanlış fikri seçin. Mən çox istədim ki, sənin hər zaman o dilbər hüsnünü örtməsin dumam. Deməli, əvəzlərdən biri sifətin sualına cavab verib, söz birləşməsinin daxilində işlənibdir. Sənin hüsnünü burada söz birləşməsidir. O əvəzliyi də sifəti əvəz edib burada və söz birləşməsinin daxilində işlənibdir. Ona görə A variantı doğrudur. 4 əvəzlik işlənsə də əvəzliyin məna növlərinin üçünə aid nümunə var. Mən çox istəyirdim ki, sənin hər zaman o dilbər hüsnünü örtməsin. Burada hər zaman bütövlükdə zərfdir. Burada 3 əvəzlik işlənib. Ona görə B variantı doğrudur, yanlışdır. Bizə də yanlış cavab lazım olduğu üçün doğru cavab kimi B-ni götürəcəyik. Əvəzlərin hamısı quruluşca sadədir, ismi və sifət əvəz edibdir. Hamısı sadədir, o sifəti, mən və sən isim əvəz edib, C doğrudur. Əvəzlərdən yalnız bir müstəqil şəkildə cümlə üzvüdür. İstəyirdim kim, mən. Deməli, sənin hüsnünü bu bütövlükdə tərkibin daxilində gedir. O da tərkibin daxilində qaldığı üçün, bəli, yalnız sən müstəqil cümlə üzvüdür. Əvəzlərdən heç biri mənsubə şəkildə işlənə bilmir. Mən, sən, şəxs əvəzlə mənsubiyyətə görə dəyişmir. O işarə əvəzidir, yenə də mənsubiyyətə görə dəyişmir. Ona görə E variantı doğrudur. Eyler-Venn diaqramının əsasən doğru fikirləri müəyyən etməliyik. 9-cu sualda. Deyir, əvəzlərdən biri mübtədanın ifadə vasitəsidir. Baxaq, sən bu lövhələri xəstə nəfəssiz seyr edərək həmən yürüdüm səssiz. Nə edərək? Deməli, yürüdüm, necə, kim, mən
Bu lövhələri xəstə nəfəssiz seyr edərək həmən yürüdüm. Necə yürüdüm? Səssiz. Necə? Həmən. Gətirir fikrimi mənim tüğyana, həmən diyardakı şimal bulud. Deməli, birinci cümlədə mən burada mübtədanın ifadə vasitəsi olduğu üçün biri doğru cavab kimi götürəcəyik. 2-yə baxırıq. Əvəzlərin yalnız biri müstəqil cümlə üzvüdür. Mən müstəqil cümlə üzvüdür. Bu lövhələri səyr edərək deməli yürüdüm. Səssiz həmən və səssiz yürüdüm. Deməli, burada mən də müstəqil cümlə üzvüdür. Həmən burada zərfdir daha doğrusu. Əvəzlərdən biri müstəqil cümlə üzvüdür. Digərinə baxıraq. Gətirir fikrimi mənim tüğyana, həmən diyardakı şimal buludlar. Burada da həmən sözü əvəzlikdir, müstəqil cümlə üzvüdür. Bu hər ikisinə aid olduğu üçün ikisini götürmürük. 3-ə baxırıq. Əvəzliyin iki fərqli məna növü işlənibdir. Deməli, bununla mən, burada şəxs və işarə əvəzliyi var. Burada da mən və həmən şəxs və işarə əvəzliyi var. Ona görə 3-ü doğru cavab kimi götürürük. Çünki hər ikisinə aiddir. Əvəzlərdən ikisi də söz birləşməsinin aslı tərəfində işlənibdir. Mənim, deməli, gətirir fikrimi, mənim fikrimi aslı tərəfdir. Həmən diyardakı yenə də aslı tərəfdir. 4 ona görə doğrudur. 5-ə baxırıq. Əvəzlər aid olduğu məna qrupu quruluşca ancaq sadə olur. Bu hər ikisinə aid olduğu üçün ortaya getməlidir. Ona görə 5-i götürə bilmərik. Testin doğru cavabı 1, 3, 4 A variantı olacaqdır. 10-cu sualına davam edirik. Deyir, işarə əvəzdən sonra vergülün qoyulması düzgündür. Baxaq. İndi Ziba hər gün onun yanına gəlib, ona həqiqətən bir çox şeyləri nəql edirdi. Burada ümumiyyətlə yoxdur. İşarə əvəzindən sonra vergülün qoyulması. Elə bilsin ki, padşah zamanədir. Hər kim İraq olur. Deməli, müxtəsər səndən. Yəqin işlərinə görə həmin adamı divara söykəyib başına güllə çaxarlar, qalar yerində. Sonra darıxma eləsinə, burada elə əvəzindən sonra vergülün qoyulması doğrudur. Deməli, A bu 4-ə getdi. Sonra bu işlərin sonu yaxşı bitməyəcək. Burada buradan sonra vergülün qoyulması doğru deyil. Hansı iş sualına cavab verir? Çünki dünənki kitabı oxuyanda bu çox araşdırdı. Nə etdi? Araşdırdı. Kim? Bu burada buradan sonra vergülün qoyulması düzgündür. 6-ya da aid edirik biz bunu. Deməli, burada işarə əvəzindən sonra vergülün qoyulması xüsusiyyətlərinin yalnız birinə uyğun gəlir. Xüsusiyyətlərdən ikisinə uyğun gəlir, xüsusiyyətlərdən üçünə uyğun gəlir. 4 digərlərinə də baxaq. Digər xüsusiyyətlərə də baxaq. Sonra işarə əvəzi müstəqil şəkildə cümlə üzvü deyil. İndi Ziba hər gün onun yanına gəlib, ona həqiqətdən bir çox şeylər nəql edirdi. Hər gün onun yanına gəlib. Ümumiyyətlə, burada işarə əvəzliyi yoxdur. Ona görə 1-ə baxmırıq ümumiyyətlə. Deməli, elə bilsin ki, elə bilsin, elə sözü işarə əvəzi müstəqil cümlə üzvü deyil. Bilsin, necə bilsin, elə bilsin. Burada müstəqil cümlə üzvüdür. Sonra 3-ə baxırıq. Yəqin işlərinə görə həmin adamı divara söykəyib başına güllə çaxarlar. Güllə çaxarlar necə? Həmin adamı divara söykəyib. Həmin sözü burada müstəqil cümlə üzvü deyil. Ona görə 3-ü buraya yazdıq. Sonra darıxma eləsinə məncə söz demək doğru deyil. Doğru deyil, nə doğru deyil? Eləsinə söz demək 4 burada yazılır. Bu işlərin sonu yaxşı bitməyəcəkdir. Yaxşı bitməyəcəkdir. Nə? İşlərin sonu. Hansı işlərin sonu? Bu işlərin burada müstəqildir. Dünənki kitabı oxuyanda bu çox araşdırdı. Araşdırdı kim bu? Amma yenə də burada da müstəqil cümlə üzvlüyünü yazmırıq. Sonra işarə əvəzliyi amonimdir. Baxaq, bir də işarə əvəzliyi yoxdur. Biri götürmürük. Sonra 2-yə baxırıq. Elə əvəzliyi amonimdir. 2-ni bura yazdıq. Sonra yəqin ki, həmin adamı divara söykəyib başına görə bu 3-də yoxdur. Elə əvəzliyi yenə də 4-də amonimdir. Sonra 5-ə baxırıq. Bu işlərin sonu yaxşı bitməyəcək. Burada bu amonim deyil. Yenə də burada amonim deyil.
Deməli, indi baxırıq, xüsusiyyətlərdən yalnız birinə uyğun gəlir. 2-ni götürürük doğru cavab kimi, çünki ancaq 3-cü xüsusiyyətə uyğun gəldi. Sonra 5, bu işlərin sonu 5 ümumiyyətlə heç birinə getmədi. 5 heç birinə getmədi. Ona görə 5-in üstünə xətt çəkirik. Sonra 3-ə baxırıq. 3 xüsusiyyətlərdən ikisinə uyğun gəlir. 3 xüsusiyyətlərdən birinə uyğun gəldiyini bunu götürmürük. Xüsusiyyətlərdən ikisinə uyğun gəlir deyən 6-nı. Deməli 6 da xüsusiyyətlərdən yalnız birinə uyğun gəldi. Ona görə 6-nı götürmürük. 1-ə baxırıq. 1-də ümumiyyətlə işarə əvəzliyi olmadığı üçün xüsusiyyətlərdən heç birinə uyğun gəlməyəcəkdir. 4 də xüsusiyyətlərdən 3-ünə uyğun gəldiyi üçün doğru. Deməli burada 2 doğru cavab olacaqdır. Testin doğru cavabı D bəndidir. Hansı əvəzlikdən sonra vergülün qoyulması düzgündür? Bu binanın qarşısına oturub hamımız onları müşahidə edirdik. Hansı binanın vergül qoyulması düzgün deyil. Sonra mən düşünürəm ki, o heç bu haqda danışmayıbdır. Ondan sonra deməli vergül ümumiyyətlə qoyulmayıb, qoyulması da düzgün deyil. O bizi itirdiyi üçün ayaqqabının vaxtını təhvil verə bilmədi. C bəndi doğrudur. Ondan sonra vergülün qoyulması doğrudur. Biz burada ayaqqabı bizidir. Ayaqqabı tikən biz onu itiribdir. Ona görə ayaqqabının vaxtında təhvil verə bilməyibdir. Hər dəfə bunu eşidəndə vergülün qoyulması doğru deyil. Bu işin sonunda bu bizdən əvəzlik gəlib vergülün qoyulması doğru deyil. Testin doğru cavabı bütün hallarda C bəndidir. 12-dən davam edirik. Öz əvəzliyi formaca dəyişməzsə, həmişə mürəkkəb cümlə üzünün tərkib hissəsi olacaqdır. Bir doğrudur. Öz həmişə özünə sonra mənsubə şəkilçili söz tələb edir və onunla birlikdə bir cümlə üzvü olur. Qeyri-müəyyən şəxs bildirən əvəzliklər bütün şəxslərə aid mənsubə şəkilçisi qəbul edə bilir. 2 yanlışdır. Qeyri-müəyyən əvəzliklərin bəziləri var ki, ümumiyyətlə ismin heç bir xüsusiyyətini qəbul eləmir. Yəni isimə aid mənsubə şəkilçisi qəbul etmir. Burada qeyri-müəyyən şəxsi bildirən əvəzliklər bütün şəxslərə aid mənsubə şəkilçiləri qəbul edə bilir. Bu ehtimal olacaqdır. Yəni bəziləri var qəbul edir, bəziləri var qəbul etmir. Məsələn, kim isə, nə isə isimə aid qrammatik şəkilçi, yəni mənsubiyyət falanzır qəbul etmir. Buya baxırıq. Deməli 3-ə baxırıq. Bu əvəzliyindən sonra köməkçi nitq hissəsi gələrsə, əsasən ismi əvəz eləyir. Bu fikir olaraq doğrudur. Yanlışın altından verilə bilməz. Şəxs əvəzlikləri təklikdə hansı suala cavab verməsindən asılı olmayaraq həmişə isim əvəz eləyir. 4 də doğrudur. Şəxs əvəzlikləri ancaq isim əvəz eləyir. Başqa nitq hissəsini əvəz eləyə bilmir. O əvəzlikdən sonra modal söz gələrsə vergül qoyular. Ondan sonra sanki elə bir güya modal sözlər gələndə vergül qoyulmur. Digər modal sözlər gələndə qoyulur. Ona görə 5 ehtimaldır. İm şəkilçisi qəbul etmiş biz sözü yerlik haldadır. Bəlkə biz sözü burada ayaqqabı bizidir. Yəni ucu şiş alətdir. Mənim, bizim dedikdə burada im mənsubiyyət də ola bilər. Biz əvəzliyi desəydi, yerlik halda olardı. Amma biz sözü deyəndə biz bunu ehtimalda bilmirik. Biz əvəzlik olanda yerlik hal olacaqdı, isim olanda mənsubiyyət olacaqdı. Ona görə 6 ehtimaldır. 1 ehtimaldır. 1, 5, 6 testin doğru cavabıdır. Davam edirik. Bu əvəzliklər verilibdir. Həmin əvəzliklərə bağlı doğru fikirləri müəyyənləşdirməliyik. Əvəzliklərdən yalnız ikisi isimə aid heç bir qrammatik şəkilçi qəbul edə bilmir. Hər isimə aid qrammatik şəkilçi qəbul edə bilmir. Deməli, həmin isimə aid qrammatik şəkilçi qəbul edə bilmir. Bəzi o, elə, kimsə bunlar qəbul edə bilir. Deməli, biri biz doğru cavab kimi götürəcəyik. 2-yə baxırıq. 3-ü amonimli xüsusiyyətinə malikdir. Deməli, burada o əvəzliyinin amonimliyi var, elə əvəzliyinin amonimliyi var. Kimsə vurğusu dəyişmələ mənası dəyişdiyi üçün amonimlik yaratmır, ona görə 2 yanlışdır. Əvəzlərin hamısı sifəti əvəz edə bilir. Hər, bu, həmin, bəzi, o, elə, kimsə. Kimsə əvəzliyi sifət əvəz edə bilmir, qeyri-müəyyən əvəzliyi yalnız isim əvəz edir, ona görə 3 yanlışdır. Əvəzlərdən ikisi yalnız 3-cü şəxsi mənsubiyyətini qəbul edə bilir. Hər ümumiyyətlə qəbul edə bilmir, bu qəbul edə bilmir, həmin qəbul etmir. Bu bəzi əvəzliyi olacaqdır, bir də elə əvəzliyi olacaqdır. Ona görə 4 doğrudur. Əvəzliklərdən 3-ü leksik şəkilçi qəbul edib söz yazıcısına iştirak edə bilir. Bundakı, bunda, həmin ki, deməli, ondakı,
və yaxud da eləlik, kimsəsizlik, kimsəsiz. Yəni burada əvəzlərin bir neçəsi, üçü yox. Yəni bundakı bunu elədi, bunda və yaxud da. Sonra həmin ki bu oldu. Deməli bəzisindəki və yaxud da ondakı, sonra onda eləlik, kimsəsizlik, yəni bir neçəsi olduğu üçün 5 yanlışdır. Əvəzlərdən 3-ü formaca dəyişmədən ismi əvəz edə bilir. Baxaq, formaca dəyişmədən bu əvəzli ismi əvəz edəcəkdir. Bu gəldi, kim gəldi? Sonra formaca dəyişmədən o əvəzli ismi əvəz edəcəkdir. Bir də kimsə əvəzli ismi əvəz edəcəkdir. Deməli, 3-ü olduğu üçün 6 da doğrudur. 1, 4, 6 A variantı testinin doğru cavabıdır. 14 ilə davam edirik. Doğru və yanlışı müəyyən etməliyik. Sual əvəzləri bütün cümlə üzvlərinin ifadə vasitəsi ola bilər. Bir doğrudur. Bütün cümlə üzvlərinin mövqeyinə çıxış edə bilir sual əvəzləri. Qeyri-müəyyən əvəzlər isimə aid bütün qrammatik şəkilçiləri qəbul edə bilir. Qeyri-müəyyən əvəzlər isimə aid bütün qrammatik şəkilçiləri qəbul edəcəkdir. Hal, cəm, mənsubiyyət və xəbərli. Əvəzliyin bütün məna növləri söz yazısına iştirak edir. 3 də doğrudur. Sual əvəzliyi də neçənci, məsələn, kimlik, şəxs əvəzliyi də var, bizlik, mənlik, öz əvəzliyi, özəl mənasında. Bundakı, deməli, həminki, bütün əvəzliklər iştirak edir. Öz əvəzliyi formaca dəyişdikdən sonra isim və sifət əvəz edə bilir. 4 yanlışdır. Formaca dəyişəndə ancaq ismi və əvəzliyi əvəz edə bilir, şəxs əvəzliyini. Sifəti formaca dəyişmədən əvəz edə bilir. Deməli, doğru, yanlış olduğu üçün testin doğru cavabı B bəndidir. Nöqtələrin yerinə uyğun gələn fikri müəyyənləşdirin. Əgər cümlədə sual əvəzliyi işlənibsə, həmin cümlənin sonuna mütləq sual işarəsi qoyulub. A bəndi səhvdir. Çünki sual əvəzliyi bağlayıcı vasitəsi kimi də işlənir. Kim gəldisə o getsin. Burada nöqtə qoyuldu. Sual işarəsi qoyulmadı. Həmin cümlədə sual əvəzliyi qeyri-müəyyən təsirli kağıdı ola bilməz. O nə deyir? Nə sözü burada qeyri-müəyyən təsirli kağıdadır. Həmin cümlədə əvəzlik mürəkkəb cümləni bağlayan vasitə kimi də çıxış edə bilər. Bəli, bağlayıcı söz kimi iştirak edə bilər. Biraz əvvəl dedik, kim dedi, onu da aparın. Burada kim bağlayıcı vasitədir. Həmin cümlənin sonuna nöqtə qoyula bilməz, səhv də qoyula bilər. Həmin əvəzlik müstəqil cümlə üzvüdür. Tərkibin daxilində kim demək, məsələn, kimi deyək və yaxud da nəyini deyək. Kim bu haqda danışandır. Kimlər bu haqda danışsa və yaxud da başqa nə deyək? Kimin gəldiyini gördüm. Gördüm, nəyə gördüm? Kimin gəldiyini və yaxud da istədim burada feili bağlama, məstər feil sifətin tərkibində də verim. Kimin gəldiyini görəndə burada da yenə də ifadə olunacaqdır. Yəni, əgər söz birləşməsinin daxilində gedərsə, müstəqil cümlə üzvü olmayacaqdır. Ona görə E variantı yanlışdır. 16. Düzəltmə əvəzi işlənən cümlələrin birində əvəzi həm də müstəqil cümlə üzvü deyil. Baxaq, hərə bir iş görürdü. Nə edirdi? Görür kim hərə. Burada müstəqil cümlə üzvüdür. A getdi. O neçənci kitabı oxuyur. Nə edir? Oxuyur. Burada da müstəqil cümlə üzvüdür. Kimi xörək yeyir. Yenə də müstəqil cümlə üzvüdür. Adamlar bu saat nəsə bir şey olacaq gümanı ilə intizar çəkirdi. Deməli, intizar çəkirdi. Kim? Adamlar nəsə bir şey olacaq gümanı ilə. Nə üçün? Nəsə bir şey olacaq gümanı ilə. Burada tərkibin daxilində gedəcəkdir. Nəsə sözdə düzəltməlidir. Müstəqil cümlə üzvü deyil, deyə doğru cavabdır. İstəyirdi ki, ona indi sadəcə ağa yox, filan kəsin arvadı desinlər. Burada ümumiyyətlə düzəltmə filan kəs mürəkkəb olduğu üçün E variantı da yanlışdır. Əvəzliklə amonim olan sözün işləndiyi cümləni müəyyənləşdirin. Fikirləşirəm, axırda yəqin edirəm ki, hələ gərək belə də olsun. Burada əvəzliyin özüdür. Əvəzliklə amonim olan söz axtarırıq. Gəzdim, dolaşdım, uğradım hər elə. Deməli, el sözünün burada başlanğıc forması deməli eldir. Ona görə bu amonimlik ola bilməyəcəkdir. B bəndi getdi. Dan yeri ağarıb, sabah indicə açılar, bilmirəm necə edim.
Burada necə söz əvəzliyin özüdür. Yol gəlir kəsəməndən, yer küsüb nəsəməndən. Burada amonimlik xüsusiyyəti yoxdur nəsənin. Əcəb işə düşdük deyib güldüm özümə. Yay paltorumu boynunu həmən çəkdim üzünə. Həmən sözü burada zərfdir. Həmən əvəzliyi ilə amonimdir. Testin doğru cavabı E bəndidir. 18-dən davam edirik. Aha. Deyir, burada ağaclar belə sınmış, ağaclar belə sınmış, bağçalar qurumuş, heyvanların hamısı belə sanki qaçıb bu kənddən uzaqlaşmışdı. Cümləsindən fərqli olaraq hər kəs kimsəsiz uşaqlara yardım etmək istəsə də bəzi səbəblərə görə bunu edə bilmirlər. Deməli, hər kəs kimsəsiz uşaqlara yardım etmək istəsə, bəzi səbəblərə görə bunu edə bilmirlər. Cümləsində nöqtənin yerinə yazıla biləcək fikirlərin sayını müəyyənləşdirin. Deməli, buna aid yanlış olsun, buna aid doğru olsun. Baxaq, əvəzliyin iki müxtəlif məna növünə aid nümunə işlənibdir. Bu hamısı burada qeyri-müəyyənlə işarə var. Burada da hər kəs qeyri-müəyyəndir. Bəzi qeyri-müəyyəndir. Bu işarədir. Bu hər ikisinə aiddir. Ona görə biri götürmürük. Sözlərdən birinin kökü də yarandığı nitq hissəsində əvəzlikdir. Birinci cümlədə elə bir şey yoxdur. İkinci cümlədə kim sözün kökü əvəzlikdir. Kimsə yarandığı nitq hissəsində əvəzlikdir. Ona görə 2 doğru cavabdır. Eyni məna növünə aid əvəzliklər müxtəlif nitq hissələrini əvəz eləyibdir. Deməli, baxaq, burada eyni məna növünə aid əvəzlik yoxdur. Ona görə birinci cümləyə aid yanlışdır. İkinci cümlədə də hər kəs ismi bəzi sifəti əvəz eləyibdir. Ona görə doğrudur. Eyni məna növünə aid olan əvəzlik müxtəlif nitq hissələrini əvəz eləyib. Həm əvəzlik, həm də onunla amonim qarşılığı işlənməyibdir. Bu əvəzlik və onun amonim qarşılığı işlənməyibdir. Bu hər ikisinə aiddir. Ona görə 4 yanlışdır. Əvəzlərin hamısı müstəqil şəkildə sintaktik vəzifə daşıyır. Deməli, heyvanların hamısı burada müstəqil şəkildə deyil, bu söz birləşməsinin daxilindədir. Hər kəs kimsəsiz uşaqlara yardım etmək istəsə, bəzi səbəblərə görə bu ikinciyə aid doğru cavabdır. Birincidə söz birləşməsinin daxilində təhlil olunur, ikincidə isə hamısı müstəqil şəkildə cümlə üzvüdür. Əvəzlər həm ismi, həm də sifəti əvəz eləyibdir. Birinci cümlədə hamı ismi bu sifət əvəz edib. Birinci cümləyə aid bizə yanlış fikir lazımdır. Doğru olduğu üçün altını götürmürük. Deməli, 3 fikir C variantı testinin doğru cavabıdır. Şəxs əvəzlə hansı cümlə üzvü vəzifəsinə işlənə bilir? Mübtədə ola bilir, sən gəldin. Deməli, biri götürürük. Təyin ola bilir, bizim sinif genişdir. Sonra tamamlı ola bilir. Deməli, bizi danışdırdılar. Xəbər ola bilir. Məsələn, bizdədir. Zəfli ola bilir, bizə gedək. Deməli, bütün hamısı olduğu üçün testin doğru cavabı B bəndidir. 20-ci suala nəzərə yetirək. Cədvələ əsasən doğru fikri müəyyənləşdirin. Cümlədə yönlük halda işlənən əvəzlik varsa, mütləq ikinci dərəcə üzü işlənir. Bu fikir yanlışdır. Bəlkə yönlük halda söz tərkibinin daxilindədir. Məsələn, bizə gələndə işıq sönmüşdü. Sönmüşdü. Nə işıq? Mütləq ikinci dərəcə. Bizə gələn mənim dostumdur. Mənim dostumdur kim? Bizə gələn. Burada yönlük halda olan əvəzlik var, amma ikinci dərəcə üzvü yoxdur. Mübtədə və xəbərdən ibarətdir. Fikir yanlışdır. Qabağına yanlış yazıldığı üçün A bəndi doğrudur. Bənzəri var bu torpaqda kök salan bir ağaca. Cümləsində fərqləndirilmiş söz eyni. Bənzər sözü sifətdir, eyni sözü əvəzlikdir. Ona görə bunlar sinonim ola bilməz. Fikir yanlışdır. Qabağına doğru yazıldığı üçün B-ni götürmürük. İşarə əvəzləri formaca dəyişirsə, bütün hallarda ismi əvəz eləyir. İşarə əvəzləri, məsələn, elə əvəzliyi, o əvəzliyi, bu əvəzliyi cümlədə xəbərli şəkildə qəbul edib, xəbər də ola bilər. Onda ismi əvəz etməyə də bilər. Ona görə fikir yanlışdır, qabağına doğru yazılıb C-ni götürmürük. Hər bütün filan əvəzlər müstəqil şəkildə yalnız təyin formaca dəyişdikdə isə tamamlı olub. Bu fikir yanlışdır, çünki hər bütün filan əvəzliyi formaca dəyişə bilmir. Qabağına doğru yazıldığı üçün D-ni götürmürük. Kimsə əvəzliyi, inkar əvəzliyi olduqda, kimsə biraz əvvəl dedi ki, inkar əvəzliyi kimi işlənmir. İnkar məzmunu ifadə eləyəndə belə qeyri-müəyyən əvəzlik olacaqdır. Ona görə fikir yanlışdır, qabağına doğru yazıldığı üçün eyni də götürmürük.
Əvəzlikdən bu qədər. Növbəti izahlarda əvəzliyin arxasını izah eləyəcəm inşallah. Növbəti izahlarda görüşərik. Salamat qalın.